Limit x sıfıra yaxınlaşanda 1 minus kosinus 2x bölünsün x vuraq sinus 2x limitini hesablamağı soruşur bizdən. İki yolla misalı həll etməyə çalışaq. Birinci ifadəni sadələşdirməklə həll etmək istəsək, limit x sıfıra yaxınlaşanda, demək, sürətdə yazıram, 1-in yerində sinus kvadratı x üstə gəlinsin kosinus kvadratı x şəklində yaza bilərik biri. Kosinus 2x'in açılışı isə kosinus kvadratı x çıxılsın sinus kvadratı x-dir və qarşıdakı mənfi ilə üstə gəlinsin olur. Üstə gələ sinusun kvadratı x. Məxrəcdəki ifadəni isə x vurulsun 2 sinus x kosinus x şəklində yaza bilərik. Buradan nə alırıq? Kosinus kvadratları islah olur və alırıq limit x sıfıra yaxınlaşanda 2 sinus kvadratı x bölünsün 2 x sinus x kosinus x. Buradan 2'lər ixtisar olunur. Sinus kvadratı ilə sinus x ixtisar gedir və almış oluruq limit x sıfıra yaxınlaşanda sinus x bölünsün x kosinus x şəklində olur. Və buradan da biz bu ifadəni bu şəkildə yaza bilərik. Məsələn, limit x sıfıra yaxınlaşanda sinus x bölünsün x vurulsun 1 bölünsün kosinus x. Bildiyimiz kimi birinci görkəm limitə görə bu ifadə 1-ə bərabərdir və burada da kosinus x-in yerinə 0 qoymuş olsaq, alırıq ki 1 bölünsün kosinus 0 bərabərdir 0 dərəcə, yəni 1 bölünsün 1 bərabərdir 1-ə. Digər yolla həll etməyə çalışsaq, belə yaza bilərik.